Hər birinizi salamlayıram. Bu dəfəki dərsimizdə İtalyan dili haqqında danışacağıq və ənənəyə sadiq qalaraq İtalyan dilinin ilkin olaraq ümumi məlumat və giriş olaraq dərsi hazırlayıram. Belə, ilkin olaraq ümumi məlumat verim bu dil haqqında. İtalyan dili Hind-Avropa dil ailəsinə aiddir. Bu dil İtaliyada və İsveçrənin cənub zonalarında danışıq dili kimi istifadə edilir. Dünya üzərində təxminən 60 milyon insan tərəfindən İtalyan dili ana dili olaraq bilinməkdədir. Bununla yanaşı Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Argentina və Avstraliyada da danışıq dili kimi geniş kütlə tərəfindən istifadə edilir. Təbii olaraq o zonalarda artıq İtalyan dili əsasən İtaliyadan gələn gəlmələr tərəfindən danışılır. Bu dili öyrənmək istəyirsinizsə, necə deyərlər, yəni mətndə də qeyd etdiyim kimi sizə şad xəbərim var. Bu dil elə də çətin deyil. Yəni əsasən tələffüz yazıldığı kimidir, amma tam olmasa da, yəni təqribi hər bir halda bilməyən insan da baxıb başa düşür ki, necə oxumalıdır bunu. İndi isə keçək əlifba haqqında məlumata. İtalyan əlifbasında 21 hərf mövcuddur və bu əlifbada K, J, W, X və Y hərfləri yoxdur. Əgər belə bir söz görsəz ki, bu sözün tərkibində K, J, W, X və yaxud da Y hərfi var, bilin ki, bu söz İtalyan sözü deyil. Sonradan dilə gələn, qəbul edilən sözdür. Belə, İtalyanca sadə ifadələr, yəni günlük olaraq istifadə edilən sadə ifadələri öyrənməyə başlayaq. Məsələn, xoş günlər, yəni məsələn, sabahınız xeyirlə paralel gedir bu, buongiorno. Axşamınız xeyir demək üçün buonasera. Hələlik, arrivederci. Gecəniz xeyrə, buonanotte. Təşəkkürlər, grazie. Çox təşəkkür edirəm, grazie mille. Necəsən, come stai? Yaxşıyam, sto bene, pisəm, sto male. Haralısınız demək üçün isə di dove? Azərbaycanlıyam, sono di Azerbaycan. Neçə yaşın var? Quanti anni hai? 20 yaşın var, hoventi anni. Həmçində ata, ana, padre, madre, əmi, xala isə tio, tia olaraq bilinir. Adın nədir sualını vermək üçün İtalyanca bunun qarşılığı come ti chiami belə olur. Mənim adım Rəsuldur. Mi chiamo Rasul. Şimal, cənub, qərb, şərq isə müvafiq olaraq nord, sud, ovest, est olaraq adlandırılır. İndi ilkin dərsi olaraq bunlar məncə kifayət edir əsas ifadələr olaraq. Bir də bir dili öyrənmək üçün təbii olaraq saymaqdan başlayırıq. Bu səbəbdən də Azərbaycan dilində qarşılığını demədən bu sayıları artıq oxuyacağam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunlar sayılardır və son olaraq bu dərsin sonluğunda bir neçə feil öyrənərək bu dərsi yekunlaşdıraq. Dəyişdirmə feili məsələn, accendere, getmək andare, açmaq aprire, yıxılmaq cadere, başa düşmək capire, axtarmaq cercare, dəyərli olmaq, yəni nəyisə bir vacib olmağı costare, demək dire, girmək isə entrare. Bunlar yəni istifadə edilən feillərdən bəziləri idi. Dərsimizi burada yekunlaşdıracağıq bu dəfəlik. Məncə kifayət qədər ilkin giriş üçün yaxşı dərs alındı. Ümid edirəm siz də mənimlə eyni fikirdəsiz. İtalyan dilində də dərsliklərin davamı gələcək. Hal-hazırda amma əsas maraq İspan dilində olduğuna görə mən bütün gücümü İspan dilində olan dərslikləri hazırlamağa vermişəm. Ümid edirəm sizi qane edir bütün dərslər. Əgər hər hansısa bir fikriniz varsa, şərh olaraq mənə bildirməyi unutmayın. Videonu bəyəndinizsə bəyənməyi, paylaşmağı, eləcə də kanala abunə olmağı və dostlarınıza təklif etməyi qətiyyən unutmayın. Təşəkkür edirəm. Gələn dərslərdə görüşərik. Sağ olun.